Apple'dan yeni Chameleon funksiyası. Apple'ın yeni MacBook Neo modeli gözlənilməz rəng dəyişməsi problemi ilə gündəmə bomba kimi düşüb. Cəmi $600 qiymətinə təklif olunan bu cihazın sitrus rəngi günəş şüaları altında cəmi 24 saata gümüşü rəngə çevrilir. Bir istifadəçinin paylaşdığı fotolarda notebookun sanki günəşdən qaraldığı və ya ağardığı aydın görünür. Ekspertlərin fikrincə, bu hadisənin səbəbi boya qatının ultrabənövşəyi şüalar və istilik nəticəsində sürətlə oksidləşməsidir. Xüsusilə neon və parlaq rəngli modellər bu cür kimyəvi təsirlərə qarşı daha dayanıqsız olurlar. Belə çıxır ki, yeni notebookunuzu eyvanda günəş vannası qəbul etməyə qoymaq heç də yaxşı ideya deyil. $500 olan bu model həm qiyməti, həm də bu rəng oyunu ilə müzakirə mövzusudur. Apple istifadəçiləri indi cihazlarını günəşdən qorumaq üçün xüsusi kremlər axtarışına çıxsalar, təəccüblənməyin. Bəs siz notebookunuzun bir gündə tanınmaz hala düşməsinə necə reaksiya verərdiniz?